yükseldi. Peki bunu koruyabilecek mi? Hey McQueen, sen iyi misin? Dinle, sakın endişelenme. Çok başarılıydın. Emekliliğin tadını çıkar. Storm tekrar liderliği aldı. İnanılmaz! McQueen bitiyor. McQueen bitiyor. Hızla hem de. Herkese salam. Son bir ildir ki səsli olaraq heç bir mövzuda danışmamışam. Sonuncu kəz səsli olaraq paylaşdığım video 2024 dekabrın 2-si olub. 02:33 saatı ilə bağlı mövzu idi. O zaman düşünürdüm ki 2025-də hər şey daha yaxşı olacaq, hər şey daha mənim üçün daha yaxşı irəliləyəcək, amma əksinə oldu da. Yəni 2025 həyatımda yaşadığım ən çətin dönəmlərim oldu. Ən pis zamanlarım oldu. Elə bil ki əvvəldən 2025-ə kimi, yəni həyatım boyu nələr yaşamışam, nə etmişəm və s. olan şeylər hamısı elə bil ki 2025-də üzə çıxmağa başladı. Hamısı partlatmağa başladı məni. Partlatmağa başladı deyərkən sözüm nədədir? Yəni hər şey qabarıq şəkildə üzə çıxdı. İçimdə olan hər şey, gizlətdiyim, qasdığım o düşüncələr, fikirlər və s. hamısı elə bil ki 2025-də üzə çıxdılar. Bir çox şeylər oldu. Yəni çox istəmişəm danışım hansısa bir mövzudan və s. amma gedişat elə idi ki toparlana bilmirsən də, yəni. Yəni danışdığım tək özümlə danışdığımdan ötəri də yenidən danışdığım şey haqqında danışa bilmirəm. Çünki sözüm qalmır da, yəni yalandan saxta da qıraqda cümlələr qurub danışmıram. Random danışıram, içimdən gəlirsə danışıram, gəlmirsə danışmıram. Amma elə idi ki, içimdən gəlirdi, amma danışa bilmirdim. Özümdən asılı olmayaraq. İndi çalışacağam bəzi şeylərdən danışım. Bəzi mövzular haqqında danışım. Hər şey aprel ayından, yəni 2025-in ilk aylarından deyək də, ilk 2-3 ayından sonra hər şey daha da bərbad olmağa başladı. Yəni 2025-in özətini keçərsək, avto qəza keçirdim. 8 aydır ki işim yoxdur. Bir çox başqa problemlər. 2 ay psixi xəstəxanada qaldım. 2 ayda da bir çox hadisələr oldu. Bunlar hamısından bir yavaş-yavaş özət keçəcəm. Ən birincisi aprel ayının 1-i idi, yoxsa 2-si idi. Belə bir şey olmalı idi. İşdən evə qaydanda maşın vurdu mənə. Mən yaxşı idmanımı da eləyirdim. Həmin ərəfələrdə yarışlar keçirilirdi. İstəyirdim ki, qatılım. Həmişə istəmişəm, amma eləməmişəm. Amma qatılan adamlara baxırsan ki, yəni 1.90 boyu var, 120 kilo çəkisi var. Qaldırdığı çəki, yəni mənim qaldırdığım çəkimin yəni 1/3-idir də. Yəni belə bir az nəticədir və qalib olan 1/3-ni qaldırır hətta.
Amma mənə yəni o məsəl üçün 5 kilo ağırlıq qaldıra bilirsə, mən qaldırıram 20 kilo. Yəni arada fərq çoxdur. Baxıram, fərq daha yəni çoxdur da, yəni olunan hərəkətlər və s. Getdiyim idman zalına da mənə lazım olan texniki aparatlar yox idi deyə zalımı da dəyişdim. Başqa bir idman zalına yazıldım, amma daha bahalıdır. Düzdür, ucuz getdiyim idman zalının orada olan o hissini, o doğmalığı verməsə də, həqiqətən də vermirdi. O getdiyim zalda, ilk zalımda elə bil ki, sırf oğlanlardı, ara sıra qız gələrdi. Bu getdiyim yerdə normalda adamlar deyir, qız olsun da qaqa, qızlar olsun, gedək nə tanış olaq. İdman zalına belə tanışlıqla baxanlar var, patxotla baxan var. Yəni kimisə narahat eləmək kimi mənim bir fikrim, məqsədim yoxdur. İdmanımı eləyirəm, lazım olan kiməsə də kömək eləyirəm. Getdiyim zalda qızlardan nə qədər desəm var, hətta deyərdim oğlandan çox qız var. Amma səbəbi bu deyildi mənim ora yazılmağımın. Mənə lazım olan aparatlar orada var idi deyə. 200 manat zalın aylığını verdim. Dedim pis o da, yəni bu ay üstünə düşəcəm, lazımı məşqləri eləyəcəm. Daha yaxşı nəticə qazanmaq üçün qeydiyyata salacağım özümü. Bunun xəyalındaydım, bunun fikrindəydim. Evdə qida əlavəsi olaraq protein olsun, vitaminlər olsun, hər bir şeyim var idi ki, bərpa prosesi daha tez baş versin deyə. Nəticə də elə gətirdi ki, gecə işdən çıxıb evə gedəndə maşın vurdu məni. Alçaqdakı vurandan sonra sürdü getdi. Düzdür, sonra tapdılar. Polislərimiz sağ olsun, tapdılar, çağırdılar. Lazım tədbirlər hamısı oldu. Yəni tanış və sər dostluq məsələsi deyil. Mənə tanımır heç kim, mən onları tanımıram, mənə kömək elədilər. Sadəcə mən qolumun biri çıxdı, biri sındı, ayağım da əzilmişdi. Yəni onlar da hələ də məndə qalıb. Biləyimdə o travma hələ də qalıb, biləyimi çox hərəkət elətdirə bilmirəm. Ondan sonra çalışdım, bax, 1000 dəfə öldüm, 1000 dəfə yarandım. 1000-sində də durdum ayağa, dedim, düzələcək, yaxşı olacaq, keçəcək, biz nələr atlatdıq, biz nələr yaşadıq və s. və s. Qoluma baxıram, hələ də o şişkinlik sümüyüm, yəni biləyimdəki o sümüyüm qolumu bükəndə üzə çıxır. Yəni bilinir ki, bu sümük yerində deyil də. Həm düzəlib, sağalıb. Sadəcə olaraq travma olaraq qalıb. Çünki qolum 7 dəfə qırılıb. Yəni 7 dəfə sınan qoldan nə gözləmək olar da, bundan artıq nə etməlidir. Çalışdığım qədərlə getdim, yenə idman elədim. Toparlanırdım. Yavaş-yavaş, əvvəl kimi də olmasa, yavaş-yavaş, çünki bu işi bilirəm, yolunu, qaydasını bilirəm. Yavaş-yavaş da olsa toparlanırdım. Sonra elə gətirdi ki, nə bilim, bu necə izah eləsəm. Məndən kömək istəyirlər işdə ki, mənə bunu öyrədə bilərsiniz, ay usta, ay şef, mən bunu bilmirəm, mən eləyə bilmirəm. İzah eləyirdim, kömək eləyirdim, dəstək olurdum. Elə adam var, bunları eləmir. Paxıllığından dolayı. Məndən daha yaxşı eləyər deyə. Məndə elə bir şey yoxdur. Mən olduğum, işlədiyim bir çox yerdə, yəni bir yerdə işləyirdim, gənc qız var idi, gedirdi, kimisə ayağının altını süpürürdü. Deyirdim, niyə belə edirsən, gəl, yəni mənlə işlə, mən sənə hər şeyi öyrədərəm, lap mənim yerimə qalıb işləyərsən, lap yaxşı bir yer olar, mən səni ora göndərərəm və ya dəvət eləyərəm. Mənim işlədiyim bir çox yerdə məndən sonra qalanların bir çoxu yaxşı da qazanırlar. Hətta mənim tələbəmin birisi məndən daha çox qazanır. Amma mən özüm o şansı əldən buraxmaya bilərdim, özüm onu eləyə bilərdim, amma eləmədim. Çünki elə insan deyiləm. Hər nəysə, bu insanı öyrətdim. Sonra bir gün bildim ki, əslində hamısı bir oyun imiş, mən bunu öyrətməli idim və o mənim yerimə keçməli idi. Çünki mən daha çox pul alıram və bunlar daha çox pul vermək istəmir. Qısmaq istəyirlər pulu.
Amma az pula da bu işi bilən adam yoxdur. Amma mən öyrətdim. Yavaş-yavaş sirlərini verdim. Sonra bildim ki, yəni hamısı bir oyundan ibarət imiş. Yerimə bir başqası gəldi. Bu mənə həqiqətən də biraz ağır bir şey oldu ki, mən inandım, mənə dost, qardaş, nə bilim, səni çox istəyirəm, nə yaxşı varsan, mənə öyrədirsən və s. və s. Sonda amma xəyanətlə yenə üzləşdik. Həyatımızın olsa bir çox yerində bu olub. Yalanlar, xəyanətlər, aldadılmalar, nə bilim, badalaq gəlinməsi və s. şeylər çox olub. Sadəcə olaraq bu iş barəsində belə bir şey gözləmirdim. Hər nəysə, işdən dedim, çıxıram, biraz da pulum var əlimdə. Onlarla hələ ki dolanırdım. Düzdür, ara sıra bir-iki işdə oldum, o da olmamağım gələkən yerlərdə oldum, amma oldum, məcbur idim. Yəni, əl qərəz belə götürsək, 8 aydır ki, vəziyyətim yaxşı deyil. İşləmirəm, təkəm, başqa bir gəlirim də yoxdur. Yəni, demək olar ki, 8 aydır heç bir pul gəlmir. Getdiyim işdə isə, yəni, sırf yerində çabalamadır. Xərcləri ödəmək üçündür. Yəni, əldə qalan, qazanılan məbləğ deyil. Düzdür, qazanmışsan, amma xərcləri ödəyirsən, geriyə amma sənə nəsə qalmalıdır. O qalmır. Bunları ödəməliydin. Və belə zaman idmandan uzaqlaşdıq.